Chasing DTC Pro təlimat videosuna xoş gəlmisiniz. DTC Pro həm naqilli, həm də naqilsiz rejimdə işləmə imkanına malikdir. Ehtiyaclarınıza uyğun olaraq, əgər naqilli robotdan istifadə edirsinizsə, qoşulmazdan əvvəl gücləndirici qutunu hovuz kənarından ən azı 3 metr məsafədə, sərin, quru və birbaşa günəş işığı düşməyən bir yerdə yerləşdirin. Qoşulma naqilinin bir ucunu gücləndirici qutuya daxil edərək bərkidin. Robotu tutacağından tutaraq hovuza yerləşdirin və onun tam dibə çökməsini gözləyin. İdarəetmə qutusunun elektrik naqilini enerji mənbəyinə qoşun. Robotun işə düşməsi üçün biraz gözləyin. Əgər siz naqilsiz robotdan istifadə edirsinizsə, birləşdirici naqilin quru olduğundan əmin olaraq, naqili robotun üzərindəki yuvaya daxil edin və saat əqrəbi istiqamətində fırladaraq tam bağlandığına əmin olun. Robotu dəstəyindən tutaraq hovuza yerləşdirdikdən sonra, batareya blokundakı düyməni sıxılı saxlayaraq cihazı işə salın. Bağlantı naqilindəki üzən hissəni buraraq açın. Robotun bağlantı naqilinin ucluğunu idarəetmə qutusundakı porta daxil edin. Naqildəki üzən hissəni buraraq açın və naqilin ucluğunu idarəetmə qutusundakı porta daxil edərək bərkidin. Cihaz artıq naqilsiz rejimdə istifadəyə hazırdır. Enerji blokunu cərəyandan ayırın. Daha sonra isə sağ tərəfdə yerləşən bağlantı naqilini açın. Bağlayıcını batareya blokuna daxil edin və saat əqrəbi istiqamətində bərkidin. Və budur, naqilsiz hovuz robotunuz istifadəyə hazırdır. İstifadədən öncə ekrandakı kodu skan edin və ya mağazada axtarış edin. Telefonunuzda Bluetooth aktivləşdirin. Tətbiqi açıb DTC Pro modelini seçin və qoşulma düyməsinə toxunun. Yaxınlıqda cihaz aşkar edildikdə robota qoşul düyməsini sıxın. Qeydiyyatdan keçmək və ya hesabınıza daxil olmaq üçün Mən bölməsinə keçid edin. Bulut xidmətinə toxunun, sonra tənzimləmələri seçin. İnternet çıxışı olan Wi-Fi şəbəkəsini seçib şifrəni daxil edin. Robotun internetə qoşulmasını təmin etmək üçün Davam et düyməsinə toxunun. Qoşulma tamam olduqdan sonra robotu seçib idarəetməni təsdiqləyin. Cihazları idarə etmək üçün cihazın qoşulması bölməsinə daxil olun. Cihazı silmək üçün sola sürüşdürün. Yenisini əlavə etmək üçün plus düyməsinə toxunun. Ekranın sol yuxarı hissəsindən təmizləmə rejimini seçib işə başlaya bilərsiniz. Rejimi seçib sağ yuxarı küncdən təsdiqləyin və əsas ekrana dönün. Robotu aktivləşdirmək və təmizlik prosesinə başlamaq üçün təmizliyə başla düyməsinə toxunun. Təmizlik zamanı prosesi dayandırmaq və ya bitirmək mümkündür. Müəyyən vaxta planlaşdırılmış və ya təxirə salınmış təmizliyi təyin etmək üçün ikinci bölməyə keçin. Quraşdırmaya başlamaq üçün planlaşdırılmış təmizlik yarat düyməsinə klikləyin. İstədiyiniz vaxtı, təkrarlanma tezliyini, təmizlik rejimini və digər müvafiq məlumatları qeyd edin. Robot təyin etdiyiniz tənzimləmələrə uyğun olaraq seçilmiş vaxtda təmizliyə başlayacaqdır. Təxirə salınmış təmizlik təyin etmək istəyirsinizsə, təxirə salınmış təmizlik yarat düyməsinə klikləyərək quraşdırmaya başlayın. Müvafiq parametrləri öz istəyinizə uyğun tənzimləyin. Robot təyin etdiyiniz vaxt bitdikdən sonra seçilmiş tənzimləmələrə uyğun olaraq təmizlik prosesinə başlayacaqdır. Quraşdırma bitdikdən sonra robotu suya buraxın. O təyin olunan vaxtda işə düşəcək. Robotu tam idarə etmək və ya əllə idarə etmədən zövq almaq istəyirsinizsə, təmizlik üçün manual rejimi seçə bilərsiniz. Yuxarı sağ küncdə olan manual rejimi aktivləşdirərək virtual idarə etmə düyməsi ilə robotun hərəkətini tənzimləyə bilərsiniz. Təmizlik bitdikdə pick-up düyməsinə toxunun. Robot avtomatik olaraq hovuzun kənarına yaxınlaşacaq və suyun üzünə çıxacaqdır. Cihazı dəstəyindən tutaraq qaldırın və suyun tam süzülməsini gözləyərək prosesi yekunlaşdırın. Yeni proqram təminatı yenilənmələri ilə cihazınız daha səmərəli işləyəcək. Tətbiq yenilənmələri avtomatik aşkar edir. Alternativ olaraq, indi yenilə düyməsinə toxunub, yenilənmələri manual olaraq yoxlaya bilərsiniz. Yenilə düyməsini seçin və yükləmənin bitməsini gözləyin. Sonra isə yüklə düyməsinə toxunun. Yükləmədən sonra robot avtomatik olaraq yenilənməyə başlayacaq və proses bitdikdə cihaz yenidən işə düşəcək.
İstifadədən sonra robotun üst qapağını açın və filtr səbətini çıxarın. Filtr səbətinin həm daxili, həm də xarici hissəsini su şlanqı ilə yaxalayın. Yaxaladıqdan sonra filtr səbətini yenidən robota yerləşdirin. Yükləmə naqilinin bir ucunu batareya blokundakı yuvaya daxil edin. Digər ucunu isə enerji toplamağa başlamaq üçün elektrik yuvasına qoşun. Göstəricisi yaşıl rəngə çevrildikdə proses tamamlanmış olacaq. Əgər hovuz robotu uzun müddət istifadə edilməyəcəksə, filtr səbətini və filtr torunu yaxşıca təmizləyib yenidən robota yerləşdirin. Cihazın daxilində su qalmadığından əmin olun. Bağlantı naqilini səliqə ilə sarıyın və qapalı, sərin, quru yerdə saxlayın. Ümid edirik ki, bu video robotu quraşdırmaqda sizə kömək edəcək. İzlədiyiniz üçün təşəkkür edir və cihazdan məmnun qalmağınızı arzulayırıq.